1962-ci il doğumludur. 4-cü mikrorayon ərazisində yaşayıbdır. Onu 3-cü ay 2025-ci ildə 20 yanvar dairəsində avtomobil qəzasına uğrayıbdır. Bu günləri onun yaxınları axtarılır. Tanıyıb bilən hər kəsdən rica edirik 050 501 01 47-yə zəng edin. Dünən əslində burada çox efirdən sonra gərgin anlar yaşandı. Bu dəfə mobil ilə bağlı yaşanmadı. Yaşananlar uğurla bağlı. Çox maraqlıdır ki, Nərgiz xanım nədənsə efirdən sonra pis vəziyyətə düşdü. Təcili çağırılıb, o görüntülər bizim əməkdaşlarımız qeydə alıb, çünki həqiqətən də dəhşət idi. Nə üçün? Niyə? Nərgiz xanım mənim Uğur'a ki dediyim bir söz ki var. Uğur, sən bir çox şeyləri biləcəksin. Mənə Kənanın anası da demişdi ki, Nərgiz xanıma sərf eləməz bir çox şeylər açmaq. Ondan sonra da bilmirəm nələr oldu, Nərgiz xanım nə eşitdi, nə gördü, nə bildi ki, orada ürəyi gedir. Efirə mi gəlməmək üçün eləyir? Açılacaq, deyiləcəklərlə mi bağlı? Məni tanıyınca bilir ki, kimliyindən asılı olmayaraq, heç vaxtı nəyə görəsə yalan danışmadım, sustum sadəcə. Yalanları belə görəndə, əgər cəsarətim yoxdursa, gücüm yoxdursa cavab verməyə susuram və tərk edirəm oranı, gedirəm. Mən deməyəcəm, Nərgiz xanım zəhmət çəkər, özü danışar ki, bütün sirləri özü danışar. Mən heç nə deməyəcəm. Buradadır mı? Gəlibdilərmi? Buyurub gəlib özü danışır. Hə, keçək Murada. Muradla bağlı hamı mənə deyir ki, niyə pəhlivanı analizə göndərmədin? Xoş qədəm, sən tərəf saxlayırsan. Dostlar, mən dünən dedim, bir daha təkrar edirəm. Mənim tutduğum tərəf yalnız Muradın tərəfidir. Bir saniyə pəhlivan. Mən nə pəhlivanın tərəfini, nə mobilin, nə baratın, nə də bir başqasının tərəfini yox. Mən 4 yaşında itkin düşən balaca bir uşağın tərəfindəyəm. Və o uşağın, oğurlayanların ortaya çıxmasına qədər hansı yol lazımdırsa o yolların hamısını gedəcəm. Ona mən söz vermişəm. O ki qaldı pəhlivana, pəhlivan o analizi verməkdən vaz keçməyib, nə də imtina eləməyib. Həmən gün efirdən sonra da bir Allah şahiddir ki, o getmək üçün
qapının ağzında gözləyirdi. Biz ona dedik ki, çünki biz aparmalıyıq. Bizim də belə göründüyü kimi buradan çox böyük görsənir. Amma az bir komanda ilə neçə dənə yerə gedirik, neçə yerə bölünürük. Biz dedik ki, narahat olmayın, biz o analizi götürdəcəyik sizdən. Yəni, biraz Allahlı olun. Allahlı olmaq lazımdır. Pəhlivan, mən burada tanımışam. Bilmirəm o kimdir. Görürsünüz, burada da danışdıqlarını mən hər birində ona xəbərdarlıq eləyirəm ki, qardaş, bax ha, diqqətli ol, bax səhv eləmə ha, bax sənin dediyin sözlər sənə aid da, mənə aid deyil, sən görmüsən, diqqətlə xatırla. Yəni mən, buyurun. Mən dünən də dedim ki, danışdığım bütün sözlərin arxasındayam. Mən dərk eləyirəm onun məsuliyyətindəki mən televiziyadan danışıram. Qaldı ki, mənə yoxlamaq istəyəm. Mən sizin maşına da əyləşdim. Dedim, gedək. Sizin maşın gəldi, mənə götürüb burada gözlədi. Mən bu dəqiqədə burada verməyə hazıram. Əgər mənim qanımda nikotin belə çıxsa, spirtli içki belə çıxsa, mən bütün hamıdan üzr istəyəcəm və deyəcəm ki, mən elə ona görə günahkaram. Yəni, Mən hətta belə deyək də, indi bax bu dəqiqə bir saniyə. Yəni bu mövzuya nə aid? Yəni bunun biz dünəndən mövzudan budur qaçırıq və qarşı tərəfə bizim məndən inciməsin mobildə və bizim ekspertlərdən də bəzi qarşı tərəfə təhlükəli paslar atırlar və onlar təhlükəli paslardan Adilə xanım, salam əleyküm. Adilə xanım, sizi Sən Axtarıram proqramından narahat edirik. Xoş gedən Baxşəliyevadır. Xoş gördük sizi. Hoş gördük, hoş gördük. Qeyd edeyim ki, Adilə xanım Apro Hospitalın əməkdaşıdır. Mən sizdən bir xahiş etmək istəyirəm. Mən sizdən xahiş eləyirəm ki, bizə, siz bilirəm ki, çox böyük bir laboratoriyanız var. Yəni 7-24. Ayşə, həyat yoldaşın narkotik istifadəçisidir. Mən Hidayəti bir 6 aydır tanıyıram. Hidayət çox məsəl... Xanım, Xeyr, mikrofon. Hidayəti mən 6 aydır tanıyıram. Hidayət hətta elə şeylərə nifrət edir. Mən Hidayəti özüm demişəm ki, belə bir şeylər varsa, yəni mən... Hoşgədən xanım, mən... Amma bir dənə eşidir məni o. Yox, eşitmir. Çünki orada telefonu yaxşı tutmur onlarda. Hə, bəli. Eşidir məni. Çağırır hələ. Birinci məsələyə gələk. Hə. Mərkəzdən qaçma oynamayaq. Məsələyə Maraqlıdır, gələk. niyə Amma Hidayət? bir dənə söz deyil. Hə. Bir dənə söz deyil. Qoy onu sən efirdən sonra deyil. Mən deyəndə də, mənə evdə də məni bir sənə nətərdir. Evdə də oradan mənə deyirlər ki, sən... Niyə deyirsən? Yox, deyirlər sən atırsan bizi, nə bilim... Təhlükəyə. Bu da olur da. Xahiş edirəm, efirdən sonra deyim də sizə. Qısa bir ara verək.